eşkimiz amma pürhandır, mən susum. Hediyem dil senin olsun. Ezileyem elimiz var. Ezileyem elimiz var. Elimiz var bala, gülümüz var. Niye fəxr ay Nizami? Niye? Süsen sümbül yitirmişem göz yarımı yitirmişem ömrü başa ayıralam yitirmişem aman gülmez bana yarım halim ağızda halim Füzuli rayon mədəniyyətçilərdir. Baş tərəfdən başlayaq. Nizam müəllimin yanında əyləşən bizim qardaşımız Bəhrəm müəllim. Muzeyin direktoridir. Həm də elmlər namizədidir səfərə. Sonra bu tərəfdə əyləşən bizim Alif müəllim. Bizim sənətkar yoldaşımız olmağına fahəm. Füzuli rayon Yedilli Uşaq Musiqi Məktəbinin direktoridir. Konservatoriyanı bu yaxınlarda qutarıb. Gözəl sənətkardır, kiçik qardaşımızdır. Və mənim sağ bölümdə oturan, mənim böyük qardaşımın oğludur. Qürbət müəllim bizim mədəniyyət evinin direktoridir. Mahalə yarışı yoldaşlar yaxşı tanıyır. Bir yerdə çox gəlmişik tərəflərə. Mədəniyyət evinin direktoridir. Və bizimlə həmişə bu cəhət bölgələrində bizimlə çiyin-çiyinə gəlib gedən yoldaşlardandır. Bizim qardaşımız Evlad, Füzuli rayonunun, yəni mən bunu bir sənətkar kimi deyərəm, yəni bunların hamısından stajlı. Uzun müddətlərdə mən işləmişəm, indi də sərbəst, belə ürəklə də deyə bilərəm ki, Füzulidə əgər 3 güclü oxuyan varsa bir Evlad. Mən Nizami Abdullayev, mən də tanıyırsınız, müğənniyəm, xanəndiyəm, sənətkaram və bu bölgədə həmişə sizlə görüşmüşəm. Füzuli Mədəniyyət Şöbəsinin müdürü. Sonra mədəniyyət sahəsində mənim görüşüm, yəni böyük qardaşımdır. Həmişə məsləhət yerim. Ondan sonra bir çətinə düşəndə bu da bizim parkın müdürüdür. Füzuli rayonunda park vardı, gözəl park vardı. Oranın müdürü Allah qoysa olacaq. Sonra musiqi məktəbinin direktoridur. Yağlıdan kənd yetkili musiqi məktəbinin direktoridur Yusuf müəllim. Bu fotoqraf olan yoldaş da bizim
parkın həm işçisidir, həm muzeyin işçisidir. Nə bilim hər yerdə elə hara gedirsən görsən elə oranın işçisidir. Həm də bizim sənətkar yoldaşımızdır, fotoqrafımız. Və o video çəkən o qəşəng oğlan qadınımız üçün görür də açıq da olsa vallahi işləyir. Amma onu açıq üçün yaşayacağım ama. Hə, Sumbat maskini çıxartdı. Sumbat bizim köhnə sənətkarlardandır. Məsələn, bizim ağsaqqallarla, sənətkarlarla oturduğumuz sənətkar. Gözəl qara zurna salandır, gözəl balağon salandır, klarnet salandır. Onun böyründə əyləşən Rafael bizim nağara salan yoldaşımızdır. Həm də ki, Yusuf müəllimin məktəbində müəllimdir, zərb alətlərində müəllimdir. Keşdi arkada dayanan oğlan, o da kimdir, sən göstərir. Bu da bizimlə gəlib, bizim üzümdəndir. Mahmudun sağ əlidir. Bu bəyin sağ əli. Bizim balaca qardaşımızdır. Onun bir videonun başında Soruları qəşə çək. Həm də sənətdir ki, bunlar bir yerdə olub. Yəni bizim Nizam müəllim deyir, qonşun pis olmasa çəpərməyə lazım, belə bir söhbət var. Belə bir şeydir. Yəni bizim bu kollektivdə mədəniyyət şöbəsində doğrudan da bayaq yolda gələndə ağsaqqalla söhbət edirik ki, bir-iki nəfər çıxma şərti ilə şərəf hesab edirəm. Deməli, bu gün həm də əlamətlərdir. Birinci ona görə ki, siz əskərlərlə görüşürük, qardaşlarımızla, vətənin belə oğulları ilə biz hamımız fəxr edirik. Və siz bilməlisiniz və yaxud da bilirsiniz ki, biz arxada da olsa, harda olsa, həmişə ürəyimiz torpaqda əskərin yanında olmalıdır. Və belədir. Buna inanırsınız, yəqin ziyalılarımız var, yaxşı mədəniyyət işçilərimiz var. Həmişə istəyirlər ki, sizlə bir yerdə olsunlar. Və bir də çox əlamətlərdir ki, bu günlərisi Nizami müəllimin rəhbərlik elədiyi Ağabala Abdullayev adına Zabul instrumental ansamblının 20 illiyi tamam olur. Və daha çox əlamətlərdir və həmin o 20 illik məhz belə planlaşdırılıb ki, siz əskərlərin qarşısında deməli qeyd olunsun və öz ürək sözlərini onlar dedi musiqiçilər və çox yadda qalan bir gündür, sizin də hamınızın yadında qalacaq ki, belə bir gün 20 illiyi, yəni 1974-cü ildə həyata vəsiqə almış. Ola bilər onun tərkibi, heyəti dəyişmiş müxtəlif vaxtlarda. Ancaq ansambl öz adını yaşatmış, öz yolundan dönməmişdir. Ağabala Abdullayev adına Zabul instrumental ansamblının 20 illiyini biz burada qeyd elədik. Ona görə də sağ olsun Mahmud müəllimi ki, video yaddaşa köçüdü bunu, fotoqrafımız sağ olsun onu foto yaddaşa köçüdü və elə bilirəm ki, imkan daxilində Nizam müəllimlə əlaqə saxlayıb o foto sənədlərdənmi, o video setlərdənmi mütləq sizə imkan daxilində onları çatdıracaq. Valla ürəyimiz o qədər doludur, o qədər söz demək istəyirik ki, sizin kimi oğullarla bütün Azərbaycan fəxr edir, nəyəmişsiniz? Hamımız fəxr edir. Və istəyərik ki, hər gündə olmasa 5 gündən, həftədə bir dəfə sizinlə belə görüşlər keçirək. Təkcə sizinlə yox, sizin şəxsinizdə bütün Azərbaycan əskərlərindən. Buna müəyyən imkanımız çatdığı qədər biz bunu eləyəcəyik. Fəxr edirik ki, öz torpağımızda sizinlə görüşürük. Yəni Kürd Mahmudlu kəndində Füzulinin ən odlu bir nöqtəsi hesab edirəm. Orada sizinlə görüşümüzə çox şadıq. Sizə uğur olsun, sizə düşmən üzərində qələbə arzulayırıq. Çox sağ olun. Əlazar var, ay bülbül fərəhlə cəhcən yedir, laləzar var. Hər aşıqində laləyə bənzər nigar var balam. Məndə nə vaylanan elə bir bülbüləm, qəlbimdə odlar ölkəsi babəhtiyar var balam. Cəngavərəm, hünərliyəm, həm də mübarizəm. Aman
Gördün Nurcan